Salam uşaqlar, sabahınız xeyir olsun. Deməli, bu suala diqqət eləməliyəm. Çalışıram ki, bunu sizə video izah formasında atım ki, siz də rahat başa düşəsiniz. Azərbaycan tarixində 3-6-cı əsr və 8-9-cu əsrlərə aid ümumi cəhətləri müəyyən etməliyik. Diqqətlə qulaq asırıq. 3, 6 və 8, 9. Bizdə suala nə deməliyik? Uşaqlar, təhlili etməyi bacarmalıyıq. Ola bilər sizə çətin görsənsin, amma çox asan və çox da işlədiyimiz sualdır. Xəzər xaqanlığının yürüşlərinə məruz qalması. Bax, bizə ilk ipucu budur. Xəzər xaqanlığı nə vaxt yaranıb? 634. Bəs yaxşı, bizdən neçənci əsr? 3-6-cı əsr. 634 neçənci əsrdir? 7-ci əsr. Deməli, bunların ortaq cəhəti deyil. 1 olmayacaqsa, Xəzər xaqanlığı 7-ci əsrdə yaranıbsa, 6-cı əsr ola bilməz də. A-nın B-ni, C-ni çıxacaq. Yadellilərə qarşı azadlıq hərəkatı, bilirsiniz ki, bu 457 463 2-ci Vaçenin dövründə baş verib. Sonra 8-9-cu əsrlərdə bilirsiniz ki, 778, 808, ümumiyyətlə ondan sonra Xürrəmlər də, yəni Xürrəm hərəkatı olub. 2 mütləq var. 2 mütləq varsa, deyilən eylə baxırıq. Düzdür, bunu PDF formatına çevirə bilmədim, amma yenə də çalışacağım, belə izah edeyim sizə. İrsən keçən torpaq mülkiyyəti. Sasanilərin dövründə bilirsiniz ki, Dastakert idi. 3-6-cı əsr Sasanilərin dövrüdür. 8-9-cu əsr isə Ərəblərin dövrüdür. Ərəblərin dövründə də mülkdür. Var da, yəni 2-3 var. 2-3 varsa cavab bəndədir. Əhalinin siyahıya alınmasının həyata keçirilməsi 725-də Əməvilərin dövründədir. Xosrov Mənuşavanın dövründə də əhali siyahıya alınmışdı Sasanilər hakimiyyəti zamanı. 2-3-4. Alanların yürüyüşü 1-3-cü əsr, bir də 1062. Ona görə 5 olmur. Aydındır.